Əziz könüllər, bugün cəmiyyətinizin inkişafına töhfə vermək üçün fədəkarcasına çalışan bütün könüllü gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Bu dəyərləri özündə daşıyan könüllər bizim qoruqlarımızda da fəaliyyət göstərirlər. İçəri şəhər Dövlət Tarix Mimarlıq Qoruq İdarəsinin Qoru Gənclər Təşəbbüs qrupunun üzvləri geniş miqyaslı layihələrdə öz əvəz olunmaz töhfələrini verirlər. Onların əksəriyyəti elə içəri şəhər və ya Qala qoruğun gənc sakinləridir və doğma məkanlarının hər güşəsini sevə-sevə təqdim edirlər. Qoru gənclərin fəaliyyətin yalnız qonaqlarla aparılan işlə məhdudlaşmır. Onlar qoruqların qorunmasına, sakinlər arasında könüllülük mədəniyyətinin inkişafına, icma həyatının canlanmasına və qoruq sakin əməkdaşlığın möhkəmləməsinə önəmli töhfə verirlər. Bu həqiqətən dəyərli və nümunəvi bir missiyadır. Bugün Beynəlxalq Könüllülər Günündə onlara öz adımdan və kollektivimizin adından səmimi təşəkkürümü bildirirəm. Gördükləri iş bizim üçün çox qiymətlidir. Bayramımız mübarək olsun, əziz könüllülər.